Xərçəng xəstəliyindən əziyyət çəkən bloger Mehman Hüseynovun müalicəsi üçün Azərbaycandakı vəzifəli şəxslərin də pul köçürdüyü iddia olunur. Yardım kampaniyasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin, Səhiyyə naziri Oqtay Şirəliyevin, Əli Həsənovun, eləcə də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun iştirak etdiyi bildirilir. Bu vəzifəli şəxslərin adları GoFundMe.com saytında yer alıb. Yayılan xəbərlərə rəsmi münasibət bildirilməyib. Mütəxəssislər bildirirlər ki, vəsaiti köçürənlər həmin vəzifəli şəxslər olmaya da bilərlər. Başqalarının onların adından istifadə etməsi mümkündür. Qeyd edək ki, artıq Mehman Hüseynovun müalicəsi üçün lazım olan məbləğ toplanıb. Röya İsrafilova, Qəbələ TV.